Granny sen de. Aa! Bismillah. İçine koydu. Birden biraz spam oldu. Vay. Korktum. Herkese salam dostlarım. Ben Erko. Bugün Granny Chapter'ını hard modda bitirmeye çalışacağım dostlar. Gördüğünüz gibi dostlar hard moda koştum. Nightmare modda oynayacağım. Başlayaq. Dostlar videomu beğen atmayı ve kanalıma abone olmayı unutmayın. Bu bölüm dostlar qapıdan qaçacağım. İnşallah ekstrem modu bitirmeye çalışacağım. Onda da qayıqla qaçacağım. En aşağıda bilirsiniz orada bir qayıq var. Yani bu bölüm qapıdan qaçırıq. Başladıq. Demək hard mod olduğu için biraz da çətin olacaq. Yani gəlsinlər bunlar. Graspa geldi. Ha Granny geldi. Get. Ha. De bura baxaq, görək nə var burada. Burada Esat. Burada heç baxmağa dəyməz. Burada çox heç nə olmur yəni. Burada nə var? Esat. Aha, bir dəqiqə elektroşok var burada. Yəni elektrik silah. Yaxşı oldu bu elə hard modda. Asanlaşdıracaq bir tık. Burada nə var? Bu lazım deyil. Hemen bura baxacağam. Burada kapıya ait bir şey var. Bura bilərəm onu. Aha, vurdum. Bəzən baka gedir. Bir içindən keçir bu silahı. İçindən keçir bəzən. Olmadı elə bak. Qıratpa sən də gəl. Mən elə silah da tapmayla 30 saniyə vaxt veririk. Hələ bu 2 nəfər. Bu var. Bilməm lazım olacaq olmayacaq. Yenə də götürəcəm. Burada Esat. Aha, weapon key. Yaxşı oldu elə bu. At burada geçsin. Bunu da at bura. Aha, bir dəqiqə. Graspa yaxınlıqlardadır. Graspa gəl bura. Granny 100% ayılıbdır. Bu ne de? Aha vurdum. Gel Granny gel. Ne yaxşı geldi ha bu. Bas bunu. Gel silah. Al bunu. En yaxşı aşağı getməkdir. Gezəm aşağıya. Gratpa gəlir. Granny sən də gəl Granny. Orada da bu. Oy. Bu da getdi. Deməli bir dəqiqəmiz var. Hər şey asanlaşdı. Bir dəqiqə. Bu da kurabura olmalıdır. Hə. Bana qış. Hələ mən yuxarını da gedib açmalıyam bu kurabardan. Deyib baxacam orada. Amma bura tulla geçsin. 20 saniyemiz var. Hal-hazırda. Buranı da ataq. Bunu ataq. Bunları gözləyirəm. Aha Granny geldi. Bu getdi. Gratpa sənə gəl. Gratpa tez öldürmüşdüm. 100% çoxdan alibində o. Amma niyəsə gəlmir. Gəlməməzlik eləməsin. Bəzən gəlmirlər. Gel gedə buradan. Getdim aşağıya. Aşağıda da bir mərmi var. Mərmilər var. O, yoxdur. Hayda.
Bu çıxdı. Ha, yaxşı oldu elə bu çıxması. Bunun mərmisini bitəri doldurmaq istəyirəm. Ala çəkil görüm. Deməli, padlock key qaldı. Burada elektroşok da var. Aa, ən yaxşısı. Yaxşı oldu elə bunun burada çıxması. Burada ne var? Burada hesat. Gren geldi gelmedi hiç bilmirəm. Haydi de. Allah ver silah mermisini. Ola heç orada mermi yoktu ki. Hayda. Aşağı bir təhər getməliyəm. Vay! Korktum. Kaç. Tələ qoymadı neysə. Boyuna qaldırılıb ki. Gəl görüm əvvəl. Gəl görüm bura. Yoldaşım bayılıbdır. Bir gəl bax gör nə var nə yox. Gör getdi aranın üstündə otur deyik. Bir dənə padlock şey qaldı. Ne görüm abla. Vay. Deyim dişləməyəcək, dişlədi. Vay. Bir dakika. Hiç dişləmədi. Bu nerede geldi bura? Hayda. Mi getdi baga. Bir dakika fake. Bunlara biləm hara düşdü o mərmi. Hardan gəlsiz? Aha ikisi buradan gəlir. Qas. Ama mərmi buradadır. Yani bunu vurduq. Gel. Gelin sen de gel. At bura. Burada ayda boşuna geldim ki ben bura. Al bunu. Hazır elədim. Qaldı. Greni sen de. Bismillah. İçine hayda birden biraz spam oldu. Allah benzin. Heç yerdən padlock key çıxmır. Bir dənə kasa qaldı. Yəni onu da bilmirəm hardadır. Bir dəqiqə biz bura baxmadıq heç. Bir dənə bunu açım.
Buradan bura açmaq üçün də chain cutter lazımdır. Ya grain də gedir o. Burada da fərqlidir. Buradan da aç. Ha, bu çıxdı. İndi bunun içindən padlock çıxsa yaxşıdır. Və padlock demişdim ki, padlock çıxsa qaçdıq. Bu qədər. Biraz çətin idi. 2 nəfər vardı ya oyunda, daha da çətin olur. Dostlar, video bura qədərdir. Sağ olun, salamat qalın.